Salam olsun. Bakı Sənaye Pedaqoji Kolleci ilə əvvəl texnikum idi, indi kollecdir. Əlaqəsi olan hər bir kəsə. Əslində sırf onları niyə salamlamaqda məqsədim nədir? Bir xahiş eləmək istəyirəm. Mən oranı bitirmişəm. 2001, 2002, 2003 aralığında, tam dəqiq yadımda deyil. Orada Şah İsmail Xətayinin jubiley keçirilirdi. Orada o obrazı mən canlandırmışdım. Çox böyük, möhtəşəm bir teatr səhnəsi alınmışdı. Təbii ki, sonradan tamaşaçıların dediklərini deyirəm. Yəni, böyük vəzifəli şəxslər, təbii ki, incəsənətlə bağlı olan, incəsənət sahəsinə bağlı olan, yəni böyük vəzifəli olan şəxslər gəlmişdilər ora. Çox bəyənmişdilər. Ona görə mənim üçün xüsusi hədiyyə də ayrıldı. Yəni incəsənət dilində desək qonorar. İndi xahiş eləməkdə məqsədim nədir? Kaş ki, o vaxtı bizim tarix müəllimi seçmişdi mən ora. Ayza, bu video kaseti götür, diskə çevir, birini özünə çıxart, birini mənə, Allah rəhmət eləsin. Elə hər dəfə deyirdim, hə, yaxşı əli müəllim, yaxşı əli müəllim. Balaca boy kök kişi idi. Yəni ondan sonra oranki direktor dəyişildi, sonra Fərhad müəllim vardı, o da direktor müavini, o da dünyasını dəyişdi, Əli müəllim dünyasını dəyişdi. Yəni bir çox mənim dövrümdə, vaxtımızda olan 2001-dən bu tərəfə, yəni orada olan müəllimlər dünyalarını dəyişdilər. Və təbii ki, indi təzə direktor gəlibsə, çox güman ki, hər halda yəqin ki, bir çoxları da indi çıxanlar da oldu, dəyək də indi çıxarıldı. Necə oldu da o bilmirəm, o işə qarışmıram. Yəni yeniləri gəlib. Deməkdə məqsədim nədir? Sonradan mən müraciət elədim ora, kollecə, indiki kollecə. İndi orada tanıyan da, bilən də, bəlkə də xəbəri olan da, olmayan da elə demək olar ki, başından eləmək üçün, yəni kobudda səslənərsə belə deməliyəm. İndi hər nədirsə Allah hər kəsin qəlbinə görə versin. Dedilər ki, daha indi köhnədən o bazada, yəni o qızıl kodlarını deyək, yəni nəsədə olanlar hamısı hər gedənlər özlərindən apardılar. İndi sırf